بسم الله الرحمن الرحیم. الحمد و ثنا لله رب العالمین و افضل الصلاة و السلام علی اشرف الانبیاء و المرسلین و آله الطیبین الطاهرین المعصومین الذين أذهب الله عنهم الرجس وطهرهم تطهيرا واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أما بعد، قال الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الذين يؤذون الله ورسوله لعنهم الله في الدنيا والآخرة وأعد لهم عذابا مهينا. صدق الله العلي العظيم. اللهم لعن ولا ظالمين ظلم حق محمد له على ذلك. اللهم لعن الإصابة التي جاهدت الحسين، شايعت وبايعت وطابعت على قتله. اللهم لعنهم جميعا. Allah'ın göre azamet celalına, Perverdigar-ı Zülcelal, Mahdi Mev'ud, Yusuf-i Hazreti Zehra Salamullah Aleyhan'ın suhurun tezlendirsin. Hazretin suhuruyla kainatta tam adaleti berqarar eləsin. Bizleri o Hazretin ensar ve avanından karar versin. Hazretin zuhurunun təcil tapmasına xatir inşallah salavat diye. Məsciddə və tamam məsaciddə onlar ki zikri Əhl-i Beyt əleyhissalamı eləyirlər və minbər Əhl-i Beyt əleyhissalamın zikrində dayanarlar. Onların hamlarının İmam Zamanın pənahında qalmasına xatir salavat diye. Allahümme salli ala Muhammed ve ali Muhammed. Perverdigar alem özünün dərgahında en kıymetli olan şeyi size, bütün müminlere hediye edip, Allah'ın bize, müminlere bir minnetidir. Onun şükrün beşer, mümin təbəqə eda edebilmez. Allah'ın huzurunda en kıymetli bir şey varsa o da dindir. Perverdigar-ı Zülcelal o dini bizlere verir, sizlere verir. Mümin təbəqəyə həmin dini verip onları dinle müzeyyen edir. Diğerlerine vermiyor.
Qahi görürsən o şirin kəlamla Allah Teala xitab edir Qur'an-ı Kerimdə. Ya eyyuhəl-ləzinə amenu. Çox şirin bir xitab. Həmin xitabı möminlərə xitab edir. O şirinliyi istəyir möminlər dada. Görəsən, Pərverdigar-ı Zülcəlal nəyimizə xatir ən qiymətli bir şey olan dini bizə bəxş edir. Nə imtiyazımız olub, nə üstünlüyümüz olub digərlərindən ki, onlara yox, məhz siz əzizlərə təqdim edir ki, gecənin bu zamanında ki, insanlar var qəflətdə xoruldayır, yatır və ya ayrı qeyri-dini məsələlərlə məşğul olduqları halda siz evlərinizdən köç eləyib Allahın evinə, Pərverdigar-ı aləmin zikrinə tələsmisiniz və gəlmişsiniz. Bu bir nemət və bir bərəkət. Bu bərəkət təcəlli tapıb Əhl-i Beyt əleyhissalamın özünün vücudundan. Ki o həzəratın mübarək vücudu səbəb olub ta inki bizlər o nurun işığında bir-birimizə görsənmişik və görsənirik. Pərverdigar-ı Zülcəlal Peyğəmbərinə xitab edir, buyurur, Ma ərsəlnaki illə rəhmətən lil aləmin. Peyğəmbər, səni bütün aləmlərə rəhmət və nur göndərmişəm. Və həmin nurun çırağında və işığında bütün varlıqlar özlərin görsədib, nişan verir hərə bir halda, hərə bir surətdə, hərə bir cəmalda, hərə bir həqiqətdə özün nişan verir. Hətta onlar ki, Əhl-i Beyt əleyhissalam haqqında zülm eləyiblər. Ziyarəti Aşuranın sonunda ki, bəndə hər minbərimin əvvəlində o bir tikəni oxuyaram və bir gündə bir neçə dəfə o həmin tikəni özüm üçün vird eləyərəm. Deyərəm, Allahum məl'ən əvvələ zalimin zələmə haqqə Muhammedin və Pərverdigara lənətini şamil elə o insanlara ki, əvvəl Əhl-i Beytin haqqında zülm elədilər. Görəsən, Əhl-i Beytin haqqında nə cür zülm olundu? O zülm nə cür zülm idi ki, İmam insanlara, müminlərə bir dua, bir ziyarət örgədir və suzi dillə, ürək yanğısı ilə İmam özü buyurur, Allahum məl'ən əvvələ zalimin zələmə haqqə Muhammedin və alim. 100 dəfə. Hər ziyarətdə müstəhəbbidir 100 dəfə oxuna. Nə zülüm? Zülüm o zülmüdür ki, Peyğəmbər dünyasını dəyişəndən sonra xilafəti qəsb elədilər, vilayət qapısını bağladılar, həmin zülmüdür, zahirdə bəli, amma bu zülm çox da balacadır, çox da kiçik.
Xilafəti qəsb elədilər. Həzrəti Mevla Əlinin əlindən aldılar xilafəti. Onlar ki, qabiliyyətləri yoxdur, xilafətə oturdular. O qədər də böyük zülümdür. Gerçi normal insan zihnində, insanın zəkasında zülmüdür. Çünkü birinin hakkını ona vermirlər. Çünkü herkes bilir. İster dünyada dindar olsun, ister dinsiz olsun. Oğurluğu pis kabul edilir. Hiç Müslümandır, bütperest, insan, şuurlu bir varlık. Gasbi pis kabul edilir. Zulmü pis kabul edilir. Hiç kes dünyada zulmü yaxşı kabul eləmir. Həzrəti xilafəti qəsb elədilər. Bu pisdir. Çok pis. Ama bundan pisi var ki ziyaret onu bizi istəyir örgədə. Ondan pisi nədir? Pisi budur ki. Zulm elədilər, insanların beynini silip süpürdüler. İnsanların beyinlerinde fikirlerin, insanların beyinlerinde olan formalaşmış dini əydilər. Dikkat edin, əydilər. Onlar ki, Peygamberden dəfələrlə eşitmişdiler ki, Peygamber buyurur ki, Əliyyum minni ka Harun min Musa. Ya buyurmuştu Peygamber, Fatime'tu bez'atun minni. Fatime benim ciğerimin bir parçasıdır. Ali benim için Harun Musa için olduğu kimidir. Bunu eşitmiştiler. Onların beyninden bu fikirleri çıkarttılar. Beyinleri əydiler tam ayrı bir şeye. O ki zulm eləmiştiler. Xilafette oturmuşlar. Beyinleri yudular, temizlediler ve yerlerinde eğri olan, nadüz olan şeyi ektiler. Beyin yumaq zulmü. Çünkü Hazreti Emirül-Müminin Ali özü hitap edir. Cemaata buyurur ki, "Seyazaharukum min ba'di raculun vasi'ul bul'um ve mundahikul batın ya'kulu ma yecid ve yatlubu ma la yecid saya'murukum bisabbi vel bara'ati minni fe ammas sabbu fesubbuni ve ammal bara'atu minni la teteberra'u minni." Hazret buyurur ki, "Menden sonra size bir kişi hakim olar, boynu yoğun, karnı şişman." Yani Muaviye. Ye'kulu ma yecid. Her ne eline kesse yiyecek. Ve yetlubu ma la yecid. Ne eline geçmese sizin ciğerinizden çıkarlar onu yer. Ha? Buraya kadar sonra. Buyurur ki, "Saya'murukum bisabbi vel bara'ati minni." Ve size emreliyər, məni söyəsiz ve məndən üz döndərəsiz. Hem söyəsiz məni, hem məndən üz döndərəsiz. Sonra nəsihət edir. Buyurur, "Fəəmmə sabbu fəsubbuni." Eğer söyüşə sizi məcbur eləsələr, söyün məni. "Haza nicatun lekum ve zakatun li." Məni söymək, benim hakkımdan nasaza demek sizin için nicattır. Benim için zekat. Ve emmel bera'atu minni. Ama menden üz döndərmək. La teteberra'u minni. Menden hiç vaxt üz döndərmir. Üzdə mənə pis davransız, ürəgiz məndən olsun daim. Eğer istəyir hidayət tapasınız, ürəgiz daim mənim ürəgimdən döyünsün. Eğer olmasa,
nicat yoxdur. Gedirsiniz o insanların siyahısına, əvvələ zalimin zələmə haqqə Muhammedin və buradan nicat tapa bilməyəcəksiniz. Onlar neynədilər? Onlar xilafəti qəsb eləyəndən sonra insanların beynində olan məlumatı yudular, təmizlədilər və orada özlərinə gərək olan, özlərinə lazım olan, özlərinə sərf eləyən məlumatları əkdilər, ta bir zaman o əkməkdən pöhrələr zahir oldu, dedilər, nə olsun, nə fərqi var? Əli xəlifə olmadı, filan kəs xəlifə oldu. Fərqi var mı gəl? Bəli, fərqi var. Fərqi də çoxdur. Təzə qazılan çaylara baxın. Mən çox vaxt müşahidə eləmişəm. Çünki Pərverdigar aləm o ki dəlilləri təyin eləyib ki, insanlar Allah'a yetişsinlər, bütün insanlar üçün ən mötəbər dəlil və burhanlardan biri burhan müşahidədir. Sən müşahidə eləsin. Məsələn, bizim kənddə köhnə çay var ki, həmin köhnə çay gəlib bir yerə qədər onun köhnə axarının qabağını oradan kəsirlər, təzə axar veriblər. 60-cı ildə qazıblar təzə bir çay ki, o da tökülərdi Xəzər dənizinin, amma əyrili gedirdi kəndin içinə. Təzə bir xətt açıblar, düz birbaşa dənizə. Belə? O köhnə çay ki, gəlir fərz ilə bura qədər, nə qazılır, nə təmizlənir, nə bir şey. Dərinliyi, o dərinlik ki, əvvəl mən görmüşəm, o qədərdir, bəlkə ondan da dərin. Amma o yer ki, sonradan qazıblar, suya yol veriblər, həmin çayı hər il qazırlar, dolur. Hər il qazırlar, dolur. Onun yolu deyil ki, yoludur. Xilafət həmin o çay, Allahın hükmü həmin çay kimidir. Əgər biz desək, fərz eləyək, əgər Əli olmadı, filan kəs oldu, nə fərqi var? Fərqi çoxdur. O ki, təbi yolundan, axarından vilayəti ayırdılar ayrı bir yola, ta insanlarda məzhəb ayrılığı yarandı və həmin məzhəb ayrılığında cəhalət yarandı. Bir müsəlman digər müsəlmanın qanına fərman verir. Necə? O yolu əyənlər Peyğəmbərin qızının qanına fərman verdilər. Diqqət buyurun. Peyğəmbər həmin vaxtlar ki, özü səkəratda idi, can verirdi Peyğəmbər, ordu yığdı. Orduya rəhbər və sərkərdə qərar verdi Usamət ibn Zeydi, cavan oğlanı. O iki qocanı da Usamənin ordusunda əskər qərar verir. Xeyr-dua verir, Rum ordusuna göndərir. Rum müharibəsinə, Rumlarla müharibə eləməyə. Elə ki, ordu yola düzəlir, gedir. Mədinədən çıxanda Peyğəmbər buyurur ki, ordunu saxlayın. Qoluma girin, 2 nəfər. Məni ordunun qabağına aparın. Peyğəmbəri aparırlar ordunun qabağına. Peyğəmbər ordunun yanında dayanır, bir kəlmə. Buyurur, ey cəmaət. Mən təxəlləfə ən ceyşil Usamə və aleyhi lənətullah. Ey cəmaət, hər kəs Usamənin əmrindən çıxsa, Usamənin qoşunundan çıxsa, ona Allahın lənəti olsun. Bunu deyir və qayıdır. Diqqət edin, onlar ki, özləri əskərdir,
Sonralar sərzəniş olmasınlar deyə Peyğəmbərin dediklərinin hamısına qadağa qoyurlar. Beyinləri yuyurlar və əziyyət edirlər Peyğəmbər balalarına. O ordu ki, Rumlarla müharibəyə getməliydi, həmin ordunun üzün çevirirlər Peyğəmbərin qızının evinə, Fatimə Zəhranın evinə. Peyğəmbərin düzəltdiyi ordu ilə Peyğəmbərin öz əhli beyti ilə müharibə aparırlar. Peyğəmbərin qızını şəhid edirlər. Peyğəmbərin əmisi oğlunu, Peyğəmbər ki, buyurur, Əliyyum minni, ləhmuhu ləhmi, dəmuhu dəmi, ruhuhu min ruhi, innəhu imamun ümməti bə'di və bə'dəhu əhədə əşərə vələdəhu mə'ə ümməti, onunla müharib edirlər. Peyğəmbər buyurur, Əli məndən, Əlinin ətiyyətindən, canı canından, ruhi ruhundan, qanı qanından. Əli mənim ümmətimin imamıdır. Əlidən sonra 11 övladı ümmətimin imamıdırlar. İmamla müharib edirlər. Və ziyarəti Aşurada deyir, Allahümmə ən əvvələ zalimin zələmə haqqə Muhammedin və Tələbəliyimin ilk illərində mərhum Ayətullah Kucuridən eşitdim ki, o vaxt beynimə girmirdi belə bir şey. Beynimə girmirdi ki, o həzəratın ağzından çıxanları adam yazsın. Onun ağzından bir gün eşitdim, zahirən Həzrəti İmam Sadiq əleyhissalamdan buyurdu ki, onlar ki, qəsb elədilər haqqı Əhl-i Beyt əleyhissalami, onlar aləm-i zərrədə o vilayəti qəbul etməmişdilər. Onlar ki, aləm-i ələsdə müxalifət edirlər Əhl-i Beytlə, Peyğəmbərin özü ilə beyət-i rizvanda, ta Peyğəmbər dünyadan gedəndən sonra ilk zülm bünövrəsini qoyurlar. Ziyarət-i Aşurada böyle Allahümme l'an əvvələ zalimin zələmə haqqə Muhammedin və öz lənətini daim şamil elə o şəxslərə ki, həmin şəxslər Muhammed və Ali Muhammedin haqqında zülm eləyirlər. Onların haqqını onların özlərindən ayırıb digərlərin üstündə bərqərar ediblər və axirət tabi'illəhu əla zalik. Birinci zülm eləyən ki, zülm eləyib qutarıb gedir, onun dalıca o insanlar ki gəlir, zaman zaman Peyğəmbər və onun əhl-i beyti haqqında zülm eləyir, onların özlərinə şamil elə. Bugün həmin o dua, o qardeş, ziyarəti Aşura o zamanı əhatə eləmir, bu zamanın özünü əhatə eləyir. Bugün əgər bir nəfər tapılar öz əməli ilə, öz sözü ilə, öz işi ilə Muhammed və Ali Muhammedə xiyanət eləsə, əgər onun haqqında zülm eləsə, hər hansı bir halda Allahın məl'an onun üstündə hakimdir. Necə bəziləri o zülmü özlərinə asan bildilər, sattılar o mübarək olan dini, qiymətli olan dini ki, söhbətimin əvvəlində ərz elədim, Allahın özünün dərgahında ən qiymətli Allahın öz dinidir. Necə? Pərverdigar Aləm Nəsr surəsində buyurur, Bismillahirrahmanirrahim, İzâ câe nasrullahi vel fath ve ra'ayten nâsı yedhulûne fî dinillah. Görürsən, cəmaət Allahın dininə qayıdıb gəlir. Dəstə-dəstə daxil olurlar hara? Allahın dininə ən qiymətli bir şey,
Allah'ın dini ora insanlar üstür gəlir. Onlar ise həmin dinin özündən ayrılırlar. Hatta böyle bir hadis var. Deyirlər, alimlerden biri Medine'de cemaat namazı kılırmış o zaman. Görür, arkada yaraq, yasaq sesi gelir. Yaraq, yasaq sesi gelir. O vaxtda Medine'nin valisi Həccac ibn Yusuf'dir. Allah lənət etsin. Həccac ibn Yusuf baxmır aha, Kur'an'ı hafizidir, Kur'an'ı əzbər bilirdi. Amma qan içməkdə bir nömrəli adamdır. Deyir, gəlir, yaraq, yasaq səsindən bilir Həccac ibn Yusuf'dir gəlir. Bu da namaz qılır. İmam cemaati dalıb birinci namaz qılır. Həccac gəlir, dayanır onun arkasında. O həmdi qutarır, həmdən sonra Bismillahirrahmanirrahim. İza ca'a nasrullahi vel fath ve ra'ayten nase yahrucuna min dinillahi afvaca yadhuluna demektir. Yahrucuna Haccac ibn Yusuf der ki yadhuluna fi dinillah. Bu tezden der yahrucuna fi dinillah. Bu der yadhuluna. Haccac ibn Yusuf der yadhuluna fi dinillah. İmam Cavad der yahrucuna min dinillah. Namazı kılır, kurtarırlar. Haccac ondan soruşur ki aye yedhulune fi dinillah dahil olurlar Allah'ın dinine. Sense ayeni okuyursan yahrucune min dinillah. Allah'ın dininden çıkırlar. Ayeni tahrif edirsən. Der ayeni ben tahrif eləmirəm. Yedhulune fi dinillah fi zamanir Resul. Fi zamanike yahrucune min dinillah. Allah peygamberinin dövründe cemaat yedhulune fi dinillah elirdi. Dahil olurdu Allah'ın dinine ama senin zamanında yahrucune min dinillah. Allah'ın dininden çıkır. Der qat'a doğruyum bunu. Şehit edirlər, öldürürlər. Din satırlar dünyaya. Perverdigar alem buyurur Kur'an-ı Kerim'de acibdir Kur'an'ın dili. Perverdigar Zülcelal buyurur ki innema dünya lahvun ve la'ib. Dünya oyun meydanıdır. Oyun meydanı. O yerdeki oynayırlar. Bir meydandır. Dünya ki orada oynayırlar. Bazıları o dünya meydanında oynayır ama oynayanların hiçbiri vakidir. Görürsen tiyatr sahnesidir, bir nefer olup Babək. Mesela Rasim Balayev olup Babək. Olup Beyrək, olup Koroğlu. Həqiqətdə Babək deyir ki o. Sadece Babək təxəyyülünü elir, özün olur Babək. Beyrək deyir ki, Beyrəki xəyalını elir ki, onun obrazı yaradır. Ama Beyrəkdə olan xüsusiyyətin hiçbiri bu oynayanın özünde yoktur. Bir hayal beyninde kurur, bir şey beyninde fikrilir, onunla yaşayır. O real ve hakiki hayattır. Rasim Balayev'in mesela hakiki hayatı odur ki kılıç kurşana ve dura bayrak götüre diye ki ben gelip can gelirəm. Asli üssü odur. Sadece hemin halda bir obraz yaradır, bir oyun oynayır. O oyun onun hakiki hayatıdır. Hakiki hayatı tam ayrı bir hayat. Hakikat ayrı bir hayat. İnsan bu dünyada bir var, real ve hakiki hayatı yaşayır. Bir de var, hakiki hayatı bir hayala satır. Hayala satır. Eğer bu dünya oyun meydanı değil, bazıları bu oyun meydanında uduzur ve özlerini satır. Mesela Samrat İbn Cundab ve onun gibi adamlar. Samrat İbn Cundab'ı Muaviye çağırdı yanına ve Muaviye ona dedi, sana 1000 dinar veririm, 1000 dinar. Münafıklar hakkında olan ayeni Ali'nin hakkında değil, Ali'nin hakkında olan Bekara 207 ayeni İbn-i Mülcem hakkında değil. Dedi kabul edemirim. Dedi 2000 dinar veririm. Kabul edemirim. 3000 dinar veririm. Kabul edemirim. 5000 dinar veririm. Kabul ederim. 5000 dinarı alır, çıkır minbere,
o aye ki münafıklar hakkında gelip deyir, bu ayeni işittim peygamberden, dedi Ali'nin hakkında gelip. O aye ki Hazreti Ali Aleyhisselam hakkında nazil olmuştu. Bekara suresinin 207. ayesi ve minen nasi men yeşri ibtiga'a merzatillah, bu ayeni dedi İbn-i Mülcem hakkında nazil olur. Bir satır. Neye? Bir şey ki hemin şey hayaldır, Kur'an deyir. Hayal. Hakikati, vakiiyeti satır bir şey ki onun esası yoktur. Ahiret tabirlehu ala zalik. Menazır ki bu dünyada bizim zamanımızda eğer bir nefer tapıla, iki nefer tapıla, beş nefer tapıla, bir deste tapıla, bir iş göreler, eyni Semret İbn-i Cündeb'in gördüğü iş, eyni Ebu Bekir'in gördüğü iş, eyni Muaviye'nin gördüğü işi, eyni Yezid'in gördüğü işi, hemin lanet onun üstünde hakimdir. Onun üstünde hakimdir. Eğer bir iş göre ve hemin işine hıyanet ediyor Allah'a ve Allah'ın Resulüne, hemin lanet onun üstünde hakim. Allah Teala buyurur Kur'an-ı Kerim'de: Ya eyyühellezine amenü la tehunullaha ve Resulehu. Hıyanet elemeyin Allah'a ve Allah'ın Resulüne. O ki o Allah'a itiraf edilirler, itiraf edilenden sonra elediğine her bir pis emel hıyanet. Hıyanettir. İnsan gidip diğerinin malını uğurluya. O hıyanettir. Hıyanet itiraftan sonra yaranan bir şeydi. Eğer itiraf olsa, itiraftan sonra yaranan bir şey olur hıyanet. Mesela eğer ferziler bir nefer insan gire bir diğerinin evine, onun evinden bir şey uğurluya, adı olur uğru. Ona hıyanetkar demirler. Ama hemin şahs bu oğrunu davet edileyevine bilmir. Onu davet edileyevine konak. Ondan sonra bu adam da onun evine konak gelmeyi kabul ediyor. Gele evine konak misalında. Sor evinden bir şey uğurlasa olur hıyanetkar. Yok. Bir nefer Allah'a itiraf edin. Ben Allah'ı tanıyıram. Ben Allah'ın bendesiyim. Allah beni halk eləyir. Ondan sonra bir iş göre hıyanettir Allah'a. Hıyanettir Allah'ın Resulüne. Ve ziyaret bunu der. Allahümme le'an ebbele zalimin zeleme hakka Muhammedin ve Perverdigara öz lənətini şamil elə o kəsə ki birinci Peygamber Əhl-i Beyti hakkında zulmün binasını koyup ve ahiret tabirlehu ala zalim. Sonra o insanlar ki onun dalı için gelirler. Evvel cesareti Hazreti Fatime Zehra'yı elediler. Ta inki diğerleri cüret taptılar Hazreti Ali Aleyhisselam'a kılıç kaldırsınlar. Onlar cüret taptılar İmam Hasan Aleyhisselam'a zehir verip öldürsünler. Onlar cüret taptılar Hazreti İmam Hüseyin Aleyhisselam'ı Kerbela'da şehit eləsinler. Onlar eğer ilk cesareti elemeseydiler Peygamberin kızı Fatime Zehra salamullahi aleyhaya, eğer onu elemeseydiler ne İmam Ali Aleyhisselam'a kılınç kaldırmaya kiminse cüreti olardı, ne İmam Hasan Aleyhisselam'ı şehit eləyerdiler, ne İmam Hüseyin Aleyhisselam'ı Kerbela'da şehit eləyerdiler ve ne bugün Allah'ın nuri, yerin sütunu, erşin direği İmam Zaman Ağa qeydi olardı. O Hazreti Nazanin vücudunu görerdi ve istifade ederdik ondan. Ta bu cesaret Fatime Zehra'ya olunmasaydı. Cesaretler küçük olur. Hazreti Zehra ölümden ki korkmuyor. Onlar daim ölüm arzulayırlar. Çünkü hakiki o beden Allah'ın dergahındadır. O bedenin kölgesi ve timsali buradadır. Bunlar istiyor bu beden ki bu yerde var, görsenir insanlar bunu görür. Bu beden ki bedenin misalidir, asli bedene kayda. Ki o ki Allah'ın dergahındadır. Bunu çok istiyorlar, ligaullah'a geçsinler. Bunu çok istiyorlar. Ölümden korkmuyorlar. Onlar bu şeylerden korkurlar ki cahil onlara hitap edir.
Onlardan biri nümunə üçün xidmət sizə deyil. Əlbəttə, mən utanıram onu deməyə. İbn Əbil Hadid Mu'təzili, Əhl-i Sünnənin Mu'təzili məzhəbindən olan alimi, Şərh-i Nəhcül Bəlağədə Misir çapı 4-cü cild səhifə 80 fədək məsələsini yazır və yazır ki, birinci xəlifə ilk iş istədi Əhl-i Beyti o məqamından salsın aşağı, Peyğəmbərin Fatiməyə bağışladığı fədəki Fatimədən aldı. Fədək bağını aldı. Fədək böyük bir xurma bağı aldı Fatimə və Fatimə balalarından. Adın da bunu koydu. Dedi, Sami'tu Resulallah yaqul, eşitmişəm Peyğəmbərdən, Əbu Bəkirdir minbərdən. Eşitmişəm Peyğəmbərdən ki, daim deyərdi Peyğəmbər, buyurardı, Nəhnu məaşirəl ənbiya la nurəs və ya la nuvərrəs. Biz Peyğəmbərlər özümüzdən sonra irs qoymuruq. Və ma tərəknahu sədəqə. Hər nə biz qoyuruqsa sədəqədir. Müsəlmanların malıdır. Fədək də Peyğəmbərdən sonra qalır və müsəlmanların malıdır. Özü minbərdə Fatimə-i Zəhra salamullah aleyha buyurur ki, eşitmirsən Peyğəmbərdən belə bir söz. Peyğəmbər buyurur ki, hər nə bizdə məndən eşitsiniz, ma səmi'tum minni, hər nə məndən eşitdiniz, Qur'anla tutuşturun. İn tabaqahu fəxuzu. Əgər Qur'an onu qəbul eləsə, təsdiq eləsə, onu qəbul edin. Və in xaləfəhu fətruku. Əgər Qur'an onu qəbul eləməsə, atın onu bir kənara. Eşitmirsən, dedi, bəli. Deyirsən ki, deyirsən, Peyğəmbər buyurur, Nəhnu məaşirəl ənbiya la nurəs. Biz Peyğəmbərlər irs qoymuruq. Allah Teala Qur'an-ı Kərimdə mübarək Nəml surəsində buyurur ki, və vərisə Süleyman-u Davudə. Süleyman Davuddan irs apardı. Süleyman Peyğəmbər, Davud Peyğəmbər. Necə olur Davud Peyğəmbər özündən sonra irs qoy və Süleyman onu aparır? Deyir, bir ayə kifayətdir. İkinci ayəni gəlir. Pərverdigar Zülcəlal mübarək Məryəm surəsində Həzrət-i Zəkəriyya Peyğəmbərin duasında bu ayəni buyurur. Və habli min lədunkə vəliyyən yərisuni və yərisu min ali Yaqub. Pərverdigara, dərgahından mənə bir vəli göndər ki, yərisuni, məndən irs aparsın. Məndən irs aparsın. Əgər Peyğəmbərlər irs qoymurlarsa, Zəkəriyya deyir, yərisuni, məndən irs aparsın. Onda bütün sahabələr yer-yerdən qışqırırlar ki, Fatimə düz deyir. Fatimə düz deyir, Fatimə Zəhranın dalında durub Həzrət Əmirül-Müminin Əli. Sahabələrin Fatimə düz deyir sədası qulaqlarına ağırlıq edir, hirslə minbərdə durur ayağa, barmağını uzadır Fatiməyə. Bir söz deyir, xəcalət çəkirəm mən o sözü deməyə. Qayıdır Fatiməyə deyir, hazihi sualətun, şahiduha zənəbuha. Bu tülküdür. Fatimə belə bir söz. Ləngər-i ərş, ənbiyanın müəllimi, Peyğəmbərlərin şəfaətçisi Fatimə Zəhra bir halda ki, Allah Təbarək və Teala Həzrəti Adəmə deyir, ya Adəm, kəfə Fatimə. Fatimə bir sənə bəsdir. İstəyirsən günahların əfv olunsun, bir Fatimə kifayətdir sənə, ey Adəm. Fatiməyə hazihi sualətun, bu tülküdür. Bundan doymadın. Deyir, şahiduha zənəbuha. Bunun şahidi, bunun quyruğudur. Əlini görsən.
Fatiməyə Peyğəmbər buyurur, Fatimədu bezətun minni. Fatimə mənim canımın bir parçasıdır. Mən əzaha fəqəd əzani. Hər kəs Fatiməyə əziyyət eləsə, mənə əziyyət edir. Kur'an-ı Kerim buyurur, Ahzab suresinin 57. ayesinde. İnnellezîne yu'zûnallâhe ve rasûlehu le'anehumullâh fid-dunya vel-âhire. Hakikatte o kəslər ki, əziyyət edirlər Allah'a və Allah'ın Resulüne le'anehumullah fid-dunya vel-âhire. Hem dünyada ve hem ahirette Allah'ın laneti onlar olsun. Bunu Kur'an deyir. Ve Kur'an vaxt, məqam, yer koymur. Kim dese, kim olsun, nəçun, herkes bir iş göre həmin iş Peyğəmbərin qəlbini yaralıya, Allah'a əziyyət olar. Allah'ın Resulüne əziyyət ola, Allah-u Teala la'anahumullah fid-dunya vel-âhire. Dünya ve ahirette Allah'ın laneti ona olsun. O ki Peygamber buyur, Fatimətun bez'atun minni. Fatimə mənim canımın bir parçasıdır. Mən əzaha fəqəd əzani. Hər kəs ona əziyyət eləsə, mənə əziyyət edir. Bu isə dili lal olmuş qayıdırdır, hazihi sualetun, bu tülküdür. O cəsarət cahilləri ruhlandırdı buna ki, Fatimənin evini yandırmaq belə olar. Hücum elədilər Fatimənin evinə. Fatimə evdə odun gətirin. Fatimənin evi yandırın. Kenardan dediler Fatimə tufi. Fatimə oradadır. Dedi velav kâmet. Fatimə orada olsa da yandır. Odun yığdılar. Kapını yandırdılar. Kapı alababat yanıp evin içi tüstü. Fatimə gelip kapını açsın ki ta çıksın temiz havaya. Çöle çıksın. Fatimə kapıya yakınlaşıp kapını açmak isteyende qəmcilər Fatimənin o qollarına, o qollar ki, Allahın mələkləri həmin qola ziyarətə gəlir. Ziyarətə gəlir. Həmin qollara. O qollar ki, kimin bir dərdi olardı, deyərdi Fatiməyə dua elə. Həzrət-i Zəhra qəmçi dəyən qolları qaldırardı. Bir dua eləyərdi, icabətə yetərdi. Həmin qollara vurdular. Ondan sonra bir təpik vurdu qapıya. Fatimə qaldı qapı ilə divar arasında. Əsma bint Umeys'dir. Deyir, gördüm Fatimə qapı ilə divar arasından tərpənmir çıxdı. Gəldim, yaxınlaşdım, dedim, xanım, niyə tərpənmirsən? Qapını istədim örtən, qapını bağlayanda gördüm Fatimə də qapı ilə bir yerdə gedir. Təzdən qapını qaytardım, dala gördüm Fatimə də qayıtdı. Dedim, xanım, niyə qapıdan ayrılmırsan? Barmağı ilə işarə elədiyi yerdə qapını ayıranda gördüm qapının mismarı xanımın qabırğalarından keçib qabırğalarını sındırıb xanım qəşş elədi. Həmin yara ilə Fatimə dünyasını dəyişdi. Amma Ali bilirsiniz nədir? Ali deyir, Fatimə o yaranı gizlətdi. Ali üçün ağır həmin haldır. Fatimə həmin yaranı Ali'dən gizlədi. Deyir, qusl eləyəndə Əsma bint Umeys'dir. Biz su tökürdük, Ali qusl eləyirdi Fatiməyə. Gördü, Ali yüzünü çevirdi divara. Bir ağlayır, balası ölmüş ana kimi Ali ağlayır. Dedi, ağa sen bizə deyirdin bərk ağlama, özün şivər salınsan, ağlayırsan. Dedi, Əsma, qusl eləyəndə Fatiməyə əlim sınan qabırğaya dəydi. Elə ki, kəfən elədi, Zəhranı qoydular evin bərabərində. Ali deyir, balalarını üzün çevirdi, buyurdu, Halummu təzəvvədu bi ummikum.
Gəlin anızla xudafisləşin. Balalar gəldilər, Həzrət Ali əleyhissalam buyurur, uşhidullah. Həzrət özüdür, deyir, uşhidullah, Allahı şahid tuturam. Ləqəd ənnət və məddət yədəyhə və zəmməthuma ilə sədrihə məliyyə. Gördüm kəfən aralandı, Fatimənin o iki zərif qolları kəfəndən çıxdı çölə. Həsənlə Hüseyni tutub bastı bağrına. Zəmməthuma ilə sədrihə məliyyə. Bastı sinəsinə, səmi'tu hatifən yəqul. Eşittim, gördüm bir melek kulağıma deyir, ya Əbəl Həsən, irfa'huma anha. Ey Əbəl Həsən, qaldır Həsənlə Hüseyni Fatimənin sinəsindən. Ləqəd əbkəya mələikətüs səma. Səma mələkləri ağlamaqdan qəşş elədi. Ya Allah. Dağlamağa gelmişim bugün, mucigami kucaklamağa gelmişim bugün. Zahra ölüp, Zahra ölüp açıp kapısın, Şah-ı Lafetay. Olmup gelen biz ağlamağa gelmişiz bu günahaynen. Zaman nenem sen bana xatir yüreğim dağlamışsan. Geceler sübhə kimi məndən ötür ağlamışsan. Zəhra zəngilərdən qeydəndə yaramı bağlamışsan. Zəhra dözmüşəm indiyəcək, yoxdur dağı məndə dözüm. Hardasan Fatimə gəlsin, sənə çox vardı söz var. Ucadı ya Zəhraya. Yaman, 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 yaman. Əlinin öz rozası var ha bu günlərdə. Əlinin rozaları var Fatimiyə. Keçmə hələ hərəmi çırağı, çırağı. روشن الانجمن فراغی فراغی Tamış gelir qəbrə Əli baxır, əli boynunda Zəhranın dalıca Belə baxır deyir Zəhra, Zəhra Keçmə hələ ey hərəmi çırağı, çırağı Roşan ilə əncümənin fərağı, fərağı Gecədə ol evimin qonağı, qonağı Atma bu beytul Həsəni azağlayan Sanma yanan dəxtə qapıyı bandım Fatimə ilə bilmə qapını yananda mən gec gəldim Gəldi səsin Əşqi qana boyandım İmam-ı Zaman ağa Fatimə köynəyimi qanlı görüb utandı Vaysan Ay balalarımın nənəsi Ay aman, ay aman, ay aman Sensiz üzüm gülməz işim Nə vadi, nə vadi Fatimə can yüreğim yaradı Senden hem oğlum bilsen rızad
razıyam senden, razıyam senden. Buna bak. Mühnetini basim peykerinden soymadın sen. Bir balişi asayişe baş koymadın sen. Haydi diyorlar, ey vay bana oğlanlarımdan doymadın sen, ay sen. Uca uca ya sen. Ay sesine kurban oldum. Ay yorgun canım size kurban. Ay Fatime yasına gelen balaca balaları bakınlar. Xüsusən Zeynəb baxın nənənin tabutunun dalınca Əlibin gürləməllərin doluyub bu yanan qapıya. Yana yanadır dili şab eyləyib səfər. Hara gedirsən ay nənə, qalbini dört balım mələk. Hara gedirsən ay nənə, ana kəfəndə heç yanaşmıyor sən kimi cəvana. Nənə, 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 ayda. Hayda, hayda, hayda. Nənə, nənə, can, nənə. Bağrım olub qan, nənə. Uyumulan gözlərə, gözlərim qurban nənə. Ay söhbətim, sözüm ana, sensiz necə dözüm ana. Ana dünyada senden doymadım, sende kaldı cüzvanım. Ya Zahra, ay ay. Tabuta bakıp geldi Zeynep, sinimde nene yara gedirsen. Ümidimizi edip bu evde serdiştesini para gedirsen. Nene, ay kal bu geceni bize konağım. Kurbanımın hara gedirsen. Ali getirdi Zehra'nı koydu qəbrə. Baxdı onun penkərine, Mola xanımın vəsiyyətinə görə səhərə qədər oturdu xanımın qəbrinin kənarında. Amma deyilən rəvayətlərə görə o qədər ağladı, özündən getdi, özündən qəşirlədi. Torpağın üstünə əllərin qoyub ağlıya ağlıya, lapdan əliyə yuxu qalib oldu. Yatdı bir neçə dəqiqə ərzində, aləm rüyada Zahranı gördü. Zahra dedi oğlu, qəbrimizdə bu qədər dayanma. Niyə Fatimə? Amma oğlu da vəsiyyətimi geri götürürəm. Gedir və Hüseyin'in susuzdur. Gedir və gecənin aləmi Hüseyin'dir, su istir. Ya Hüseyin'a Fatıma olduğun mecmere-i canına lazımdı sana. Bu gözler bendidir. Ayşədən istəyənlər. Gedirsən Nəhzər Peyğəmbərə, məndən de salam. Sen demiştin balamız Möhsün'e ben 5 yalan. Möhsünümüz geleceğini Fatime benden 5 istemiştin sen. Olmadı. Olmadı kısmet ona. Gitti melek mezarına Fatime
O beşi kaldı Hüseyin Südemer Esgər'də. Ya Hüseyin اللهم لعن أفضل الظالم حق محمد وآل محمد شمس hayat Fatıma. Oturan yerde evvelleri sine vuracaksın, ondan bahim amamız durup ayağı üstünde sine vuracak ama ne kadar ki olanlar getmeyipler, ben bir şey var, onu size sattırmalıyım, bilemeliyim. Bugünlerin İmam Hüseyin Məscidimizə bizim axırıncı əzadarımızdır, yəni burada o məscid əzadarı bitmir. 25 ildə hələ Əyyam-ı Fatimiyyədir, xanımın şəhadəti 25 ildə. Mən bunu deyim, ola bilsin tez bəzilər qardaşlarım duralar eşitməyənlər. Ayın 21-də Şiralarda olacaq, bax bu əzadarlıq. Hamiyə deyim, gəlsinlər, iştirak eləsinlər. Ayın 22-sində digahda olacaq, 24-də Azribada şəhadətin gecəsində və orada xanım Fatimiyyə adına layiq bir ehsan olacaq inşallah. Qardaşlar ehsan hazırlayırlar inşallah. Hər yerdə deyin, qoy gəlir, iştirak eləsinlər, iltiması dua. Hər yerdə olsun inşallah. Dua edəyək bir-birimizi. Şənz-i hayat Fatimə, Fatimə ya Fatimə, şan-ı vəfa Fatimə, Fatimə ya Fatimə, şənz-i hayat Fatimə, Fatimə ya Fatimə, şan-ı vəfa Fatimə, Fatimə ya Fatimə, doktor Taha xanım, Hazreti Zahra xanım, Yavdar Mevla xanım, Ümmü Əbika xanım, Cevheri Yekta xanım, İsmet-i Kubra xanım, Sabri Derya xanım, Behri Təvəlla xanım, Nur-i Bila Fatimə, Fatimə ya Fatimə, ucadan ucadan, Nur-i Bila Fatimə, Fatimə ya Fatimə, şan-ı vəfa Fatimə, Fatimə ya Fatimə, mühnətün acizdir gələn yazmağa, şərh-i qəmün eylər əsər ağa, dəfn elədi tək səni məzlumağa, dəfn elədi tək səni məzlumağa, qoydu göyərmiş yüzünü toprağa, qoydu göyərmiş yüzünü toprağa, qəbri xəfa Fatimə, Fatimə ya Fatimə, şərz-i həyat Fatimə, uca Fatimə ya Fatimə, şan-ı vəfa Fatimə, Fatimə ya Fatimə, qəbrə yaralı gedən, şiəni məhzun edən, Rüsale-i Pəncdən, Xülasəyi əncümən, tutdu əzab-ol Həsən, gəlmədi əhl-i vətən, onda bu çərx-i cöhən, olmadı viran nədən, ba əsəfa Fatimə, Fatimə ya Fatimə, şan
خبر علت فوتون gelib aldı xəbər Ağladı həzrət buyurub bidətər Bu qədim nohədir, qədim nohəxanlar bunu oxuyardılar Qəşən qulaq asın, iltiması duadır Həzrət Sadiq yanına bir nəfər İllət fontun gəlib aldı xəbər Nəfər gəldi İmam Sadiqə dedik, Fatiməni necə öldürürlər Buna bax Ağladı həzrət buyurur bidətər Fatiməni vurdular, öldürdülər Fatiməni vurdular, öldürdülər Sinə yara Fatimə Fatimə ya Fatimə Qəbri xəfa Fatimə Fatimə ya Fatimə Kənzi həya Fatimə Fatimə ya Fatimə Aduviya Fatimə şiə yazar Əllərvan qurban olun Sinə vur Aduviya Fatimə şiə yazar pərçəmə Aləm edər zümzümlər Səbr elədir hər qəmə Ehdi əsər aləmə Görünə yazdılar, şeirin axarına bax, şeirin davamlığına bax Bəh Ehdi əsər aləmə Məhmuna məhləmə Cümlə bəni qadəmə Gəl bizə qəhr eyləmə Ruh əsxə Fatimə Fatimə ya Fatimə Kənzi həya Fatimə Fatimə ya Fatimə Səbr dədər ya xanım Fatimə ya Fatimə Qəbrünə qurban xanım Fatimə ya Fatimə Ey Əli başının əfsəri ya Fatimə Ey Əli başının əfsəri ya Fatimə Seyyid-i Mursəlin Doxtarı ya Fatimə Seyyid-i Mursəlin Doxtarı ya Fatimə Bizə ehsan elə Dərdə dərman elə xanım Bizə ehsan elə Dərdə dərman elə Ya Zəhra Ya Zəhra Ucada Ya Zəhra Ya Zəhra Uca Ya Zəhra Ya Zəhra Bir də Sözlərinin qulaq asır Səsin yorğunu sözün məşgəxini çatdıran mənim ona sözünə qulaq asır Əllərlə qurban İtiması duaq bax O xanımsan sənə hər yerdən iqtidar O xanımsan sənə hər yerdən iqtidar Sənlər olmaq tapur məcməyi əhli kisar Əmr Subhanilə öpdiyəli Mustafa Ey Rəsullahın əfxəri ya Fatimə Bizə ehsan elə Dərdə dərman elə xanım Bizə ehsan elə Dərdə dərman elə Ya Zəhra Yaraşır ekranı, çaldır ismət
hicab yaraşar. Xanıma çadıra yaraşar. Bəh, 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 bəh. Yaraşır ey xanım, çaldırı hizmet sənə. Verib Allah'ı izzət o şöhrət sənə. Xasmə yazdandı ki, etsə əziyyət sənə. Sətavye hərəm, Kəryavye kərəm, Təşküvə qurban, Eylətün qurban, Yolların qurban, Dərdimiz var, Əllərmə qurban, Ya Zəhra. Yaraşır ey xanım, çaldırı hizmet sənə. Verib Allah'ı izzət o şöhrət sənə. Xasmə yazdandı ki, etsə əziyyət sənə. Ey dadə, ey dadə. Bəh, 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 bəh. Qonzom rəhmətün Gövhəri ya Fatimə, bizə ihsan elə. Dərlər padişah, bizə ihsan elə. Dərlər padişah, ya Zəhra, ya Zəhra. Sizə qurban olun. Ya Zəhra, ya Zəhra. Təqiyyə deyəsən. Özüne gideməzəm, eyməhi ismət bizəm. Taça lütf elə, əqdəri rəhmət bizəm. Payimiz alində, eylə şəfaət bizəm. Payimiz alində, bəlbəsmə, yəmbən dinil hək. Payimiz alında, eylə şəfaət bizə. Səndədir, səndədir, səndədir şiənin gözləri ya Fatimə. Bizə ehsan elə, ay dərdlər dərman elə can. Bizə ehsan elə, dərdlər dərman elə. Ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra. Gedər, ya Zəhra, ya Zəhra, ya Zəhra, ya Zəhra. Sənə xeyrul bəşər, Əbi Hadeyim. Sana xeyrul bəşər, Əbi Hadeyim. Artur kərvi, zikr fəda Hadeyim. Peyğəmbər nə deyəli Fatimə, Ümmü Əbiha? Daha öncə deyəli fəda Əbuha, dərdün sənə qurban. Artur kərvi, zikr fəda Hadeyim. Bid'atun kərməsin, seyyid bədhadeyim. Bid'atun kərməsin, seyyid bədhadeyim. Sağgeyi körsənin, həmsəri ya Fatimə. Sağgeyi körsənin, həmsəri ya Fatimə. Hüseyin var.
Çünkü bizde almalı gecemiz bu gecedir. Yapıp söylemesem gelmişem ağlayan gider ellerimize kurban ya Zahra ya Zahra elin göz dilince gün batımı gel salır başa hicazı dağları ağır olur derdime benim hasretine kulakları yere süre çalınacak Gəmli tərana bağlar Gəmlində gülşən o çəmən Gəlmişəm ağlayan gedər Gəlmişəm ağlayan gedər Gəlmişəm ağlayan gedər Gəlmişəm ağlayan gedər Evdə gedər gecər hamı Evdə gedər gecər hamı Mən qozən istirahətə Selameten boş görebilirler yerim Hayır boş kalamaz Zehra yer boş kalamaz Boş görebilirler yerim Nail olan ziyareten Kabrinin üstüne kutseder Gelmişem ağlayan gider Gelmişem ağlayan gider Gelmişem ağlayan gider Hüseyin Müvahhid olmayan insan ise ruhu kalmaz. Yolundan harif olsa beşerde iftihar olmaz. Bilmiyorum,
hazır var. 23-24 olacaq qardaşlar. 2 gecə. Hazır var, 2 gecə olacaq inşallah. 24-də gecə Esman olacaq. Bu şeirə bilən qəşəng qulaq asılın. Bu şeir rəhmətli Hacı Ənvərindir. Allah onu rəhmət eləsin. Hacı Ənvərin ruhuna qurban. Hacı Ənvər bütün şairlərimdən, əllərindən öpürəmi, onlar ki, Əhl-i Beytdən yazırlar. Amma siz elələri də olub ki, Əhl-i Beyt özü onları bəyənib, özü onları seçib. Məsələn, elə onlardan da biri Hacı Ənvərdir. Mən bir Roza xanım öz dilindən eşitdim, Məkkədəydim. Həmin o məşhur Əhl-i Beyt məddahı oxudu və özü mənə danışdı. Bunu dedi, Seyyid, mən özüm bir dəfə yatdım, yuxu gördüm Həzrəti Əbərfəzdən Roza oxuyuram. Və bir nəfər gəldi, içəri girdi, heyətdir, tamam, siz necə yığılmışsınız möminlər? Bir nəfər gəldi, mənə dedi, ağam, məni İmam Hüseyin əleyhissalam göndərib, dedi, sizə tapşırım ki, hər dəfə Əbərfəzdən Roza oxuyanda Hacı Ənvərin yazdığı bu şeiri, bu bəndi məxsusən oxu. Diqqət edin, diqqət edin, Hacı Ənvərin yazdığı bu bəndi. Hacı Ənvər çox yazır. Məsələn, mənim baba əlimdə olan Fatimə-i Ənvərdir. Çox yazır. Əbərfəzdən, özü onun şeirləri hamı irfan edir, hamı kəlmə gərək diqqət edin, mənasını başa düşəsən. Soruşdum, dedim, hansı şeir yazır Əbərfəzdən ki, İmam Hüseyin məxsusən onu istəyir. Dedi, zəbanı hali Əbərfəzdir. Axır dəqiqələrdə İmam Hüseynin cəmalına baxanda deyir, sən mənə uşaqlıqdan nahaz ilə verdin pərvəriş. Sən mənə uşaqlıqdan nahaz ilə verdin pərvəriş. Adımı babəl həvaic qoydun, həll olsun hər iş. Hüseyin, qızlarımdan olmuşam xəcalət, adımı dəyiş. Qızlarımdan olmuşam şərməndə, adım dəyiş. Allahu Ekber. Sənin ruhuma qurban Ənvər, Əhl-i Beytdən yazanlar. Əhl-i Beyt üzü buyurur, hər kim bizim haqqımızda bir dənə beyt yazsa, Allah ona cənnətdə bir beyt verər. Qəşək qulaq asın, hər bəndin təhvil al, başa düşməyəni mənə de, ağa, nə demək istəyir, onu de. Acardığımı deyəcəm, mən çox uzanmıram ki, vaxt uzanmayayım ona görə. Müvəhhid olmayan insanidə ruhu buqar olmaz. Yolundan münhərif olsa, bəşərdə iftixar olmaz. Bu dünyaya gəlib getmək fəqət seyri təkamüldür. Bu dünyaya gəlib getmək fəqət seyri təkamüldür. Həqiqətdir sözüm roşəndir, mətləb istitar olmaz. Zədəm ta ilə xatər ediblər bu sözü təkid. Adəmdən xatəmə qədər hamı bunu deyib, nə? Bu dünya aqibət fanidir, fani bərqərar olmaz. Səadət axtarılsan, məktəbi tövhiddən dərs al. Gedər kim məktəbi tövhidə düz yoldan kənar olmaz. Hərimi əmni Qur'anı qoyub naəmnidən getmə. Kitabullah'dan ayrı düşənlər rəstiqar olmaz. Buna bax, buna bax. O kəs ki bəndəyir məbudidir, azadə insandır. O kəs ki bəndəyir məbudidir, azadə insandır. Gedib zalimlərin sər süfrəsində rizəxar olmaz. 5-10 gün xoş günə xatir himayət etmə zalimdən. Şərafətli bəşər züllamə hərgiz dəstiyar olmaz.
Ölüm vardır, qiyamət var, qiyamətdə qəzavət var. Qəzavət eyləyən adildir, hökmündən fərar olmaz. O gün ki kuh-i möhkəmlər açılmış pəmbiyə bənzər, sıraut-i Cahangirin əlində iqtidar olmaz. Cəhənnəm səslənər, nərə çəkər, öz tövbəsini istər. Müvəccih olmasa üzrün qəbul-i etizar olmaz. O kəslər ki iradətməndidir, tabe-i Mevlaya, onlar azadə insandır, müsəlləm əhli nar olmaz. Buna bax, Əlinin şiəsindən qeyrət-i namus olar təbən, muhit-i məzhbin tərk eyləyib bibənd o bar olmaz. Əlinin şiəsi haqq üstə ölməkdən həras etməz. Əlinin şiəsi bir himmət olmaz, bir buxar olmaz. Əlinin şiəsi dinara satmaz gövhəri dinin. Yəni bizim dilən manata satmaz gövhəri dinin. Nə gecə badələr məsti, nə gündüzlər xumar olmaz. Ruh şaday Hacı Əmlər. Piyada olsam olanın gözəl dəsturi aləmdə, piyada olsam olanın gözəl dəsturi aləmdə, yetim olmaz ədalət, bivəzəllər xar olmaz. Qabalı şöyle bende var, şah beklerdi. Ay, libası köhne giymişti, biri arz etti ya Moğla. Ali hele köhne paltar giymişti. Ama da bir özün saklayamadı. Dedi Ali, götürsün perdem sözden, kulağımın dil fikar olmaz. Məgər caiz deyil şər'ən, libası tazə giyinən. İslamda məyər qabahatdır bəyəm, təzə paltar giyinəsən. Əmir ümmətin axir libası vəsləddar olmaz. Əlisə əmirən mümini sədəsən, niyə bu gün də giyinirsən? Cavabına bax. Buyurdu qadirəm, Allah. Buyurdu qadirəm tazə libası giyməyə, amma ədalət ki onun müştaqiyəm, mən sazıqar olmaz. Tapılsa bir nəfər üryan, Əli fərman verən yerdə, mənəm məsul şəxsən ayrı yerdə, ayrı bir kəs öhdədar olmaz. Əhsən desin bu bəndədir, nə qurban olun. Bəli rəhbər gərək də millətün hər fikirlə qalsın. Bəli rəhbər gərək də millətün hər fikirlə qalsın. Və illa fikri millət etməyənlər şəhriyar olmaz. Bəli rəhbər gərək də millətün fikirlə qalsın. Və illa fikri millət etməyəndən şəhriyar olmaz. O sultan ki özü acizdir icra-i ədalətdən, əgər insafi olsa kürsüyə haqqə səvar olmaz. Hezar əfsus olan sani o mərd-i umir sirət, murur etsin əgər tarixən, eylə fitnəkar olmaz. Əli məsnəd nişin Mustafa izlət nişin oldu. Nə çəkdi bir olan Allah'ı bildi, aşikar olmaz. Müsəlləm haqqı qəsb oldu, fələkdə üstəli getdi. Cahanda bir kəsin haqqı, Əli tək
Axır bəndin oxuyacam bir təmənna əlidən. Bir təmənna əlidən etmədi dünyasında. Yəni Fatimə, dünyasında əlidən bir şey istəmədi. Vəliyullahə vəfadar idi sevdasında. Ona başsağlığı verir. Ona başsağlığı verir onun öz yasında. Tül Hüseyin üçün azali anamız Fatimədir. Ənlə ya gətirir həyani anamız Fatimədir. Nabad olsun Əcrülü xanım Zəhra. İnayət eləyə Xudaya əllərin amud qaytarma. Amin deyən dilləri lal öldürmə. Xudaya gələn günlərimizi xeyrə mübəddəl elə. Ölənlərimizə rəhmət elə. Bu məclisdən Xudaya nə qədər ata babalarımız, əcdadımız boynumuzu haqq qoyub dünyaların dəyişənlər Xudaya Pərverdigar alimlər, məxsusən bu gedə istəyirəm, bunları da yad eləyək. Seyyid Həsən ağa yad olsun, bu da gələrdi, iştirak eləyərdi, hörmətli alim. Hacı Yusuf qardaşımız yad olsun, Hacı Ramin qardaşımız yad olsun. Xudaya, onların da ruhlarına buradan feyzaid qərar verir. Gözləri burada yoxdur, torpaq altındadılar, amma gözləri buradadır. Ruhları burada bizdən bahar iştirak edir. Mənim yadımdadır, hər dəfə Zadarlıqda Hacı Ramin gələrdi, iştirak eləyərdi bu məsciddən. Amma bu günləri onun yeri boşdur və gün o gün olar, bizim də yerimiz burada boş qalar. Baxarlar, filan kəs bura gələrdi, amma yoxdur. Xudaya, Pərverdigara, onlar inşallah əli boş gitmədilər. Əli dolu getdilər, gedəndən sonra elədikləri üzə çıxdı, sağlığında biz bilmədik. Xudaya, bizi bu dünyadan əli boş aparma. Mərizlərə, nəzərdə olan mərizlərə iltiması dua eləyəm, şəfa ver. Övladı olmayanlara, övladı zukurata elə. Bu məclisi quran, zəhmət çəkən, bu məscidi tikib qoyub gedənlər, xidmət edənlər, İmam Cəmaət Hacı Səməd ağa, möminlər, namaz qılanları, əzan qoyanları, əzan verənləri, süpürənləri, təmizləyənləri, Xudaya xətadən, bəladən uzaq elə. Alimlərimizin, ruhanilərimizin sayəsin başımızdan kəsmə. Xudaya bu möminləri, büdbüdlərlə, rəuf məhriban elə. Aramıza nifaq salanları Xudaya xar elə. Xudaya Pərverdigara, and verəm izzət və cəlal və imam-ı zəmanın zuhurun təcil elə. Yaralı ürəyim bizlərdən şad elə. Xudaya Pərverdigara, bizi bir saniyə belə öz başımıza buraxma. Qəbrimizin əvvəl gecəsini əli nuru ilə nurani ilə. Bu cəb əməli ilə bahəm məşhəd Kərbəla həc nəsib elə. Xudaya əhl-i beytül İslamın düşmənlərin zəlil-u xar elə. Zindanda olan qardaşlarımıza, ruhanilərimizə Xudaya nicat ver. Xudaya bizə rəhm etməyənləri bizə müsəllət eləmə. Həmişə zalimin canına zalimi müsəllət elə. Xudaya Pərverdigara, işğal altında qalan torpaqlarımızı Beytul Müqəddəsdən Qarabağa qədər azad elə. Məni qəsbkarlarına siyanist rejim, işğalçı Yahudilərin öz bəla və giriftar elə. Xalqımızın, millətimizin üstündən yaman yerlər əstirmə. Xudaya ölənə qədər halalımızı bizə nəsib elə. Xudaya gələn günlərimizi xeyrə mübəddəl elə. Bu alə ki mənə tapşırdılar.
hamısı dua elədi. Xəstə xanım var, bir dənə də balaca uşaq var, mərizli Xudaya. Səlam verəm xanım Fatimənin sınan qabrıqaları. Gecə ilə qəbrə gedən Fatimənin ehtiramına, onlar izləri də şəfa verir. Xudaya parqardıqara, nə qədər dualar ki olundu, mənim yadımdan çıxıb o duaları da öz həq dərgahımda müstəcab elə. Ruhə, porfətuhə, seyyid-i şühədə şəhəd. Və bu cəmin ölənlərinin ruhu mənim əmvadır, mənim babalarım, nənələrim ruhları şad ey qəffar. Əl-Fatihə ma'as-salavat.